Səndə də biskvitlər alınmır? Onda yaxın əyləş. Yağ, süd, qabartma tozu istifadə etmədən qabardıqca qabaran şokoladlı biskviti necə hazırlayıram izlə. İstifadə edəcəyin qabın içərisi mütləq quru və təmiz olmalıdır. 5 ədəd iri ölçülü yumurtanın ağını sarısından ayırıram. Qeyd edim ki, soyuducudan çıxmış yumurta ilə otaq temperaturunda olan yumurtanın heç bir fərqi yoxdur. Hər ikisindən də istifadə edə bilərsiniz. Yumurtanın ağını sarısından ayırdıqdan sonra ağların üzərinə bir çimdik duz əlavə edib mikser yardımıyla köpüklənənə qədər qarışdırıram. Köpüklənən yumurtaların üzərinə 5 xörək qaşığı şəkər tozunu və vanilini hissə-hissə əlavə edib kütlənin həcmi artıb ağarana qədər qarışdırırıq. Tam istədiyimiz qatılığa gəldiyi zaman 5 ədəd yumurta sarısını da kütlənin üzərinə əlavə edib təxminən 5-10 dəqiqə daha mikser yardımı ilə qarışdırmağa davam edirik. İstədiyimiz qatılıq tam olaraq da bu şəkildədir. Videoda göstərdiyim kimi qarışımın üzərinə 2 dolu xörək qaşığı kakao və 3 xörək qaşığı unu ələkdən keçirdərək əlavə edirəm. Bu mütləqdir, içərisində topaqlar qalmaması üçün. Silikon bir qaşıq yardımı ilə kütləni aşağıdan yuxarı doğru hərəkətlərlə söndürmədən yaxşı-yaxşı qarışdırıram. Soba listinin üzərinə yağlı kağız, onun üzərinə isə 2 ədəd qalın salfetka yerləşdirib üzərinə qəlibi qoyuram. Qəlibin içərisinə qarışımı əlavə edirəm. Əgər qarışımın qəlibin kənarlarından daşmasından narahatsınızsa, qəlibin alt hissəsini folqa yardımı ilə yaxşı-yaxşı bağlaya bilərsiniz. Əvvəlcədən isidilmiş 160-165 dərəcə sobada biskviti 40-45 dəqiqə bişiririk. Həmin müddət ərzində sobanın qapağını açmamağa diqqət edirik. 45 dəqiqə sonra tam olaraq qabaran biskvitin bişib-bişməməyini yoxlamaq üçün sobadan çıxarıb çöp şiş yardımı ilə yoxlayırıq. Bu tərz videoları YouTube kanalımda da daha ətraflı izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.